Salamlayıram sizi əziz izləyicilər. Daha öncə çəkdiyimiz 3-cü hissənin ardı olaraq 4-cü hissədir. Həmən gün çəkilmiş. Gördüyünüz kimi heyvanlar yatır. Günorta saat 5 radələridir. Deməli, bu yatmaq nə deməkdir? Heyvanlar yatanda kökəlir. Yəni səhər yedilər, otlarını da, duzlarını da, yemlərini də, sularını da içdilər. Günorta saat 1-dən 12-dən etibarən, yəni ot bitir, tam hər şeyi yeyirlər. Hələ gördüyünüz kimi biraz kalotlarda müəyyən qədər ot qalıb, onu da birazdan durub özləri yeyəcəklər. Və heyvanlar uzanır, demək olar günün səhər saat 8-dən axşam saat 8-ə olan o 12 saatlıq müddətin hardasa 60-70%-ni belə uzanılı vəziyyətdə gövşəyərək keçirdirlər. Bu çox vacib məqamdır. Bax, 4-cü hissə olaraq, yəni çəkiliş edib bunu vurğulayıram ki, yemdən sonra mütləq şəkildə heyvan bu cür yatıb dincəlməlidir və dincələn zaman kökəlir. Elə bilməyin ki, heyvanı ora-bura qaçırtmaqla, daim ayaq üstə olmaqla və yaxud səhərdən axşama kimi yem yeməklə heyvan kökəlir. Belə bir şey yoxdur. Yediyini gövşəməlidir heyvan. Yəni bu cüt dırnaqdır. O mənada ki, cüt dırnaqlı heyvanların əksəriyyəti yediyini gövşəyir. İndi bir-iki istisna olmaq şərti ilə heyvanlar arasında. Ona görə gövşəyən heyvanlar günorta gövşəyərək yediyini, yəni belə deyib, qaytarıb təzədən çeynəyib, udaraq, həzm eləyərək canına, yəni belə deyək, yayılır. Heyvan, daha doğrusu yem faydasını verir. Bu kökəlmə prosesi gedir, davam eləyir. İnşallah 5-ci hissəmizdə daha başqa mövzu ilə yemləmə qaydasının detallarına girəcəyik. Hissəli şəkildə yenidən belə deyək, daha öncə bir neçə il öncə çəkdiyimiz məlumat xarakterli videoları yeniləyib bizə təzə qoşulan dostlarımıza, yoldaşlarımıza, təsərrüfatçılara paylaşacağıq. Görsünlər və bilsinlər, öyrənsinlər. Sağ olun, salamat qalın.